Agatha Christie. Vəsiyyətnamə hardadır? Tək həyəcanlanmayın. Doktor Meynell həkimlərə xas arxayınlıqla dedi. Mrs. Harter sakitləşmək əvəzinə daha da narahat oldu. Ürəyi təlaşla döyündü. Qorxulu bir şey yoxdur, deyə həkim sözünə davam etdi. Sadəcə ürəyiniz bir balaca zəifdir. Narahat olmayın. Hə, bir də ki, lif lazımdır. Nə dediniz? Mrs. Harter dinməyib yerində qurcuqdu. Narahatlığı zərrə qədər də azalmadı. Doktor Meynell özündən razı idi. O, varlı xəstələri müayinə etməkdən ayrı ləzzət alırdı. Çünki bu zaman ürəyi istədiyi müalicə üsulunu yaza bilirdi. Həmişə də qəribə müalicə üsulları tapırdı. Bəli, lif lazımdır. Cənab Meynell dedi və çalışdı daha dəbdəbəli bir şey tapıb söyləsin, ancaq bacarmadı. Onda gücə düşməzsiz, ürəyiniz döyünməz. Hava yaxşı olanda həyətə çıxıb idman edin. Yoxuşa qalxmayın. Ən yaxşısı isə xəstəliyinizi unudun. Həkim xəstənin bacısı oğlu Charles Ridgway ilə daha açıq danışdı. Məni düz başa düşün, dedi. Xalanız hələ uzun müddət yaşayacaqdır. Amma bir şərtlə ki, həyəcanlanmasın, əsəbləşməsin. O, barmaqlarını şaqqıldatdı. Xalanız sakit həyat sürməlidir. Təkrar edirəm, ona əsəbləşmək olmaz. Fikir eləməyə də qoymayın. Başını qatın. Fikrini dağıtmağa çalışın. Charles Ridgway fikirli halda təkrarladı. Charles təbiətən dalğın idi. Heç vaxt beyni boş qalmırdı. Daim düşünürdü. Lakin bununla belə özünün məsul anlarda əla ala bilirdi. Axşamçağı o, xalasına radio almağı tövsiyə etdi. Liftə görə qanı bərk qaralmış Mrs. Harter radionun adını eşidəndə dəli oldu. Bir də kəlmə yox, dedi. Lakin Charles inadından dönmədi. İnanmıram ki, bu yeni texnika eynimi açsın, Mrs. Harter təəssüf hissi ilə bildirdi. Radio dalğalar mənə təsir eləyə bilər. Əslinə qalsa Mrs. Harterin radio dalğalardan başı çıxmırdı. Sadəcə əvvəlki fikrindən dönmək istəmirdi. Elektrik cəryanı xətalı şeydir, dedi. Mənə gülə bilərsiniz, Charles, ancaq bəzi adamlar elektrik cəryanından səksəkəyə düşür, vahimələnirlər. Göy gürültüsündən əvvəl mənim həmişə başım ağrıyır. O, ağır döyüşdə zəfər çalmış sərkərdələr kimi başını yerlədi. Charles təmkinli gənc idi. Xalasındakı inadkarlıq onda da vardı. Əzizim Mary xala, Charles şadyana dedi. Bu, sənə lap göydən düşmə olar. Mrs. Harter lift qurulana dək o dünyanı bir neçə dəfə görüb qayıtdı. Fəhlələrin evdə görünməsi onu hövsələdən çıxartmışdı. Qorxurdu ki, evindəki qiymətli əşyaları çırpışdırıb apararlar. Lift quruldu, qutardı, sonra radio gəldi. Mrs. Harter bu iri, yöndəmsiz qutunu soyuq nəzərlərlə süzdü. Nə qədər çalışsa da ona ürək qızdıra bilmədi. Charles ruhdan düşmədi. Düymələri sağa sola fırladaraq radionun məziyyətindən danışdı. O ki var təriflədi. Mrs. Harter hündür söykənəcəkli yumşaq kürsüsündə rahat oturub radioya qulaq asırdı. Qulaq assa da fikrindən hələ dönməmişdi. Onun fikrincə insan elmin bu yeni nailiyyətindən xeyir tapmayacaqdı. Eşidirsən, Mary xala? Biz Berlini tutmuşuq. Əntiqədir, elə deyilmi? Eşidirsən, oğlanın səsini aydın gəlir? Mən kuydən, xışıltıdan savayı heç nə eşitmirəm, Mrs. Harter dedi. Charles hələ də düymələri fırlatmaqdaydı. Bu, Brüsseldir, təntənəli şəkildə dedi. Doğrudan, Mrs. Harter ağzucu soruşdu. Charles düymələri qurdaladığı vaxt radio ac qurd təki uladı. Adamın ürəyini üzən səslər otağa doldu. Yəqin bu da heyvanxanadır, Mrs. Harter dedi. Charles ürəkdən güldü. Əcəb zarafatlarım var, Mary xala. Mrs. Harterin dodaqları qaçdı, gülümsədi. O, Charles'ın xətrini dünyalar qədər istəyirdi. Bacısı qızı Miriam Harter bir neçə il onun yanında qalmışdı. Fikri bu idi ki, qızı öz varisi etsin. Lakin Miriam tezliklə qoca xanımı hövsələdən çıxartdı, əsəbləri pozuldu. Qız xalasının ülfətindən, söz söhbətindən qaçırdı. Daim onu evdə tək qoyurdu. Mrs. Harterin dediyi kimi harasa veyillənməyə gedirdi.
Axırda xalasının bəyənmədiyi oğlanla sevişdi. Səbri tükənən Mrs. Harter bir məktub yazıb yola saldı. Qızı da anasının yanına göndərdi. Miriam artıq sevişdiyi oğlanla ailə qurmuşdu. Mrs. Harter də hər milad bayramı ona ya əl çantası göndərirdi, ya da bəzəkli süfrələrdən birini. Mrs. Harter bacısı qızlarından narazı qaldığı üçün bacısı oğlanları ilə məşğul oldu. Daha çox Charles'ı bəyəndi. Bu da təbiidir, çünki o mədəni, mərfətli, alicənab gənc idi. Miriamdan fərqli olaraq xalasının söhbətlərinə diqqətlə qulaq asırdı. Hətta yeri gələndə xalasını tərifləyirdi də. Mrs. Harter bir müddətdən sonra vəkilinə bildirdi ki, vəsiyyətnaməsini təzələmək istəyir. O, yeni vəsiyyətnaməni böyük məmnuniyyətlə imzaladı. Charles, Mrs. Harter'in qəlbində özünə möhkəm yer eləmişdi. Onu hər yerdə tərifləyirdi. Tezliklə radioya olan münasibəti dəyişdi. Radionun məziyyətini görüb sevindi. Charles'ı da sevindirdi. Charles'ın hörməti 1-ə 5 artdı. Çox çəkmədi ki, Mrs. Harter radioya ürəkdən bağlandı. Xüsusən də tək qalanda ləzzət aldı. Çünki Charles otaqda olanda radionu rahat buraxmırdı. Düymələri qurdalayıb dalğaları dəyişirdi. O olmayanda isə yumşaq kürsüsündə əyləşib kefi kök halda simfonik konsertə və yaxud Lucrezia Borgia ya da çimərlik həyatı barəsində maraqlı söhbətlərə qulaq asırdı. Elə ki Charles gəldi, vəssalam, düymələrdən yapışıb dalğaları arası kəsilmədən dəyişirdi. Nəticədə qulaq batıran, fışıltılı səslər, xışıltılar otağı başına götürürdü. Ağız deyəni qulaq eşitmirdi. Charles axşamlar dostlarının yanına gedəndə, evdə olmayanda isə Mrs. Harter rahatca oturub radiodan olmazın ləzzət alırdı. Fövqəladə hadisə baş verəndə radionun qurulduğu gündən təxminən 3 ay örtmüşdü. Charles evdə yox idi. O, dostlarının yanına getmişdi. O axşam qədim ürək yatımlı mahnılar səslənirdi. Müğənni Annie Laurie nəğməsini ifa edirdi və Annie Laurie nəğməsinin yarısında qəribə əhvalat baş verdi. Musiqi gözlənilmədən kəsildi. Əvəzində qarmaqarışıq səslər, tükürpədici xışıltı eşidildi. Sonra o da yoxa çıxdı. Ətrafa dərin sükut çökdü. Tezliklə bu sükutu boğuq küy pozdu. Küy elə bil quyunun dibindən gəlirdi. Mrs. Harter'in ürəyi atlandı. Səbəbini heç özü də bilmədi. Ona elə gəldi ki, hansısa uzaq dalğaların birini tutub. Sonra İrlandiya ləhcəsində danışan kişi səsi otağa doldu. Mary, məni eşidirsən, Mary? Danışan Patrick'dir. Tezliklə sənin arxanca gələcəm. Hazırlaşarsan, Mary. Sonra Annie Laurie mahnısının sədaları otağa axdı. Arada fasilə olmadı. Mrs. Harter dəhşətdən donub qalmışdı. Barmaqları istər-istəməz kürsünün qollarını sıxdı. Nədir? Yoxsa yuxuya getmişdi? Patrick. Patrick'in səsi idi. Buna şübhə ola bilməzdi. Bu otaqda indicə Patrick'in səsini eşitdi. Özü də ona müraciət edib danışdı. Yox, yəqin 1-2 dəqiqəlik mürgü vurubmuş, ya da ki, qulağına səs gəlibmiş. Bundan başqa nə ola bilərdi? Yuxuya bax da, mərhum ərinin səsini radio dalğalarında eşidir. Birdən bədənindən soyuq gizilti keçdi. Qəlbi sızdadı. Səsin dediyi sözlər yadına düşdü. Tezliklə sənin arxanca gələcəm. Hazırlaşarsan, Mary. Bəlkə bu xəbərdarlıq idi. Amma ürəyi hərdən bir şıltaqlıq etsə də, səhhəti günü-gündən yaxşılaşırdı. Həkim də qorxulu bir şey olmadığını söyləmişdi. Bu xəbərdarlıq idi. Mrs. Harter yerindən ağır-ağır qalxaraq dedi. Bəli, xəbərdarlıq idi. Heyf liftə xərclənən o pullardan. O, bu ağlasığmaz hadisəni bir kimsəyə açıb söyləmədi. Qəlbində gizlətdi. Lakin buna görə 2 gün fikirli gəzdi. İlbizlər kimi qınına çanağını çəkildi. Bir qədər keçəndən sonra hadisə təkrar olundu. O yenə də otağında tək-tənha oturmuşdu. Radioda orkestr çalırdı. Birinci dəfə olduğu kimi bu dəfə də musiqi qəfildən kəsildi. Sonra ətrafa sakitlik çökdü və yenidən uzaqlıq, əlçatmazlıq duyğusu, nəhayət Patrick'in səsi.
Bu səsdə nə isə bir fövqəlbəşərlik, ilahilik, kainatın sehirli dünyasının buz soyuqluğu vardı. Danışan Patrikdir, Mary. Mən sənin arxanca gələcəm. Daha az qalıb. Sonra şaqqıltı, xırıltı, küylü səs və orkestr heç nə olmamış kimi çalğısını davam etdirdi. Mrs. Harter saata baxdı. Yox, bu dəfə yuxuya getməmişdi. Ayıq idi. Patrikin səsini həqiqətən eşitmişdi. Qulağı səsi də düşməmişdi. Əlacsızlıqdan Charles'ın radio dalğaları barəsində dediklərini xatırladı. Məsələnin cavabını bu sözlərdə tapmağa çalışdı. Patrik onunla həqiqətən danışa bilərdimi? Bəlkə mərhumun səsi kainatın sirli soraqlı ənginliklərindən qopub gəlmişdi. Görünür, nə isə məxsusi dalğa mövcuddur ki, bu dalğanın vasitəsilə axirət dünyası və günəşli dünya bir nöqtədə qovuşur. Bəlkə Charles'ın efirdə boşluqlar adlandırdığı şey budur. Bəlkə insan psixikasının mürəkkəbliyi bundan izah olunur. Xeyr, burada qeyri-adilik yoxdur. Bu mümkündür. Danışan Patrik idi. Onun mərhum əri. O elmin son nailiyyətindən istifadə edərək arvadın xəbərdar etməyə gəlmişdi. Mrs. Harter zənglə qulluqçusu Elizabeti otağa çağırdı. Elizabet 60 yaşlı, uca boylu qadın idi. Zahirən sakit görünən bu ahıl qulluqçu sahibəsinə hədsiz məhəbbət bəsləyirdi. Elizabet, Mrs. Harter ona müraciət edərək dedi. Sənə söylədiklərim yadındadır. Stolumun yuxarıdakı sol siyirməsində, ağzı bağlıdır. Ağ nişanəli açarla onu açarsan. Orada hər şey hazırdır. Nə hazırdır, mem? Güya başa düşmürsən. Dəfnimə lazım olan şeyləri deyirəm. Mrs. Harter narazılıqla cavab verdi. Şeyləri qoymağa sən ki özün mənə kömək etmişdin. Elizabetin yöndəmsiz sifəti daha da hibicərləşdi. Mem, deyə ağlamsındı. Bu qara fikirləri başınızdan qovun getsin. Sizdə axı nə var? Heç nə yoxdur. Onsuz da hamımızın son mənzili oradır. Odur ki, qəm yeməyə dəyməz. Mrs. Harter kədərli təbəssümlə gülümsündü. 70 il ömür sürmüşəm, Elizabet. Çoxları heç bu yaş həddinə də çatmır. Yaxşı, axmaqlama. Ürəyinə toxtaqlıq ver. Əgər ağlamaq istəyirsənsə, get bayırda ağla. Yanımda ağlama. Elizabet yavaşcadan içini çəkə-çəkə otağı tərk etdi. Mrs. Harter dərin hörmət və ehtiramla onun arxasınca baxdı. Axmaq. Axmaq olsa da sədaqətlidir. Ürəyində düşündü. Dayan bir görüm. Ona 50 funt vəsiyyət etmişdim. Yoxsa 100, bəlkə 200 funt idi. Bu məsələ ilə əlaqədar olaraq səhərsi gün vəkilinə məktub yazıb bildirdi ki, vəsiyyətinin məzmunu ilə bir daha tanış olmaq istəyir. Ona görə də vəsiyyətnaməni geri göndərsin. Bacısı oğlunun o gün nahar zamanı təsadüfən söylədiyi söz Mrs. Harterin ürəyini çəkib qopartdı. Yeri gəlmişkən Mary xala, dedi. Qonşu otaqdakı o məzəli kişi kimdir? Buxarının üstündəki şəkil deyirəm. Bakembartlı, saqqallı qocanın şəkli. Mrs. Harter ona çəpəki nəzər saldı. Sənin Patrik dayındır, onun cavanlıq şəklidir, deyə cavab verdi. Hə, deyirəm axı, Mary xala, başa düşdüm. Üzr istəyirəm, xətrinə dəymək istəmirdim. Mrs. Harter ehmalca başını tərpətməklə üzrxaxlığı qəbul etdi. Charles qətiyyətsizliklə dinləndi. Elə belə maraqlandım, bilirsən? O birdən susub sözünün ardını gətirmədi. Mrs. Harter şübhələndi. Hə, sözünü də görək. Heç nə. Charles tez tələsik cavab verdi. Heç nə, boş şeydir. Axıl xanım daha bacısı oğlunu sorğu-suala tutmadı, səbrini bastı. Bu söhbətə bir də xeyli vaxtdan sonra qayıtdı. Şəkillə əlaqədar olaraq verdiyin sualın səbəbini bilmək istəyirəm, Charles. Charles utandığından başını aşağı saldı. Səbəbini dedim, Mary xala. Elə belə maraqlanırdım. Charles, Mrs. Harter amiranə tərzdə söylədi. Məndən nəsə gizlədirsən? Yaxşı, əziz xala. Ürəyimdəki sirri sənə açaram. Ancaq bəri başdan deyim ki, əhəmiyyətsiz şeydir. Gecə evə gələrkən mənə elə gəldi ki, şəkildəki kişi sonuncu pəncərədən bayıra baxırdı. Yəqin məni qara basıb.
Elə şeylər olur. Kişinin sifəti mənə tanış gəldi, ancaq harda gördüyümü xatırlaya bilmədim. Elizabetdən də öyrəndim ki, evə gələn gedən olmayıb. Axşam tərəf otağa girəndə isə buxarının üstündəki şəkli gördüm. Mən də pəncərədə bu adamın sifətini görmüşdüm. Boş şeydir, qarabasmadır. Ola bilsin ki, haçansa şəkil gözümə sataşıb, sonra da pəncərədə gözümə görünüb. Sonuncu pəncərədə Mrs. Harter cəld soruşdu. Hə, necə bəyəm? Heç nə, Mrs. Harter dedi. Dedi və qorxdu. Ürəyini elə bil məngənəyə salıb sıxdılar. Onun mərhum əri vaxtı ilə sonuncu otaqda qalırdı. Həmin axşam yenə təhlikdə Mrs. Harter nəfəsini dərib izah olunmaz əhval-ruhiyyə ilə radioya qulaq asırdı. Bu səsi 3-cü dəfədə eşitsəydi, sübuta yetəcəkdi ki, o axirət dünyası ilə nə cürsə əlaqə yaradıb. Radionun səsi kəsiləndə əhvalı zərrə qədər də dəyişmədi. Buz soyuqluğunu yayan dərin sükutdan sonra həmişə olduğu kimi quyunun dibindən gələn küy eşidildi və tanış səs İrlandiya ləhcəsində danışmağa başladı. Mary, hazırsan? Cümə günü dalınca gələcəm. Cümə günü saat 10-un yarısında. Qorxma, ağrı hiss etməyəcəksən. Hazır ol. Sonra səs birdən kəsildi. Sanki sözü ağzında yarımçıq qaldı və orkestr çalğısına davam etdirdi. Mrs. Harter bir müddət yerindən tərpənmədi. Quruyub qaldı. Bənizi qaçıb ağappaq olmuşdu. Arabir dodaqları səyriyirdi. Nəhayət qalxıb yazı masasının arxasında oturdu. Əlləri əsə-əsə aşağıdakıları yazdı. Axşam saat 10-a 15 dəqiqə işləmiş mərhum ərimin səsini eşitdim. O mənə dedi ki, cümə günü saat 10-un yarısında arxamca gələcək. Əgər mən həmin vaxt ölsəm, istəyirəm külli aləmə car çəkilsin ki, ruhla aləmi ilə əlaqə yaratmaq mümkündür. Mary Harter. Mrs. Harter kağızı bir daha oxuyub zərfə qoydu. Zərfin üstünə isə ünvanı yazdı. Sonra zəngi basıb Elizabeti çağırdı. Çox çəkmədi ki, Elizabet içəri girdi. Mrs. Harter yazı masasının arxasından durub zərfi ahıl qulluqçuya verdi. Elizabet, dedi. Əgər mən cümə günü gecə ölsəm, zərfi mütləq doktor Maynerə verərsən. Yox, Elizabetin etiraz etdiyini gördükdə, mənlə mübahisə eləmə. Sən ki, özün həmişə fəhmə inandığını söyləyibsən. İndi də mənim ürəyimə damıb. Hə, bir iş də var. Vəsiyyətnaməmdə sənə 50 funt ayırmışam, lakin istəyirəm ki, 100 funt alasan. Əgər özüm banka gedə bilməsəm, cənab Charlesa tapşıraram, o bu işi görər. Əvvəl olduğu kimi bu dəfə də Mrs. Harter onu göz yaşları içərisində bayıra göndərdi. Ürəyi sakit olsun deyə Mrs. Harter səhərsi gün bu məsələ ətrafında Charlesla da söhbət elədi. Qulaq as, Charles. Əgər başıma bir iş gəlsə, Elizabetə əlavə olaraq 50 funt verərsən. Son zamanlar nəysə fikirli görünürsən, Mary xala. Charles şadyana dedi. Sənə nə olub? Doktor Mayner'in dediyinə görə biz sənin 100 yaşını qeyd edəcəyik. Mrs. Harter nəvazişlə gülümsündü, lakin dinmədi. Bir qədər keçəndən sonra dedi. Cümə günü axşam nə edəcəksən, Charles? Charles bir xeyli təəccübləndi. Həmişə olduğu kimi Evingslər gilə gedəcəm. Yenə dəvət eləyiblər. Ancaq istəsin evdə qala bilərəm. Yox, Mrs. Harter qətiyyən dedi. İşindən gücündən qalma. Xüsusən də həmin gecə mən tək qalmalıyam. Charles şaşqın nəzərlərlə onu süzdü. Lakin Mrs. Harter'in ağzı kilitləndi və bir də açılmadı. Sustu. O cəsur və qətiyyətli qadın idi. Bu qəribə ağlasığmaz sınağı öz öhdəsinə götürmüşdü. Heç kimin köməyinə ehtiyacı yox idi. Cümə günü axşam evə tam sakitlik çökmüşdü. Səs-ün eşidilmirdi. Mrs. Harter adəti üzrə buxarıya yaxın çəkdiyi hündür söykənəcəkli kürsüsündə oturmuşdu. Hazırlıq işlərini görüb qutarmışdı. Səhər banka gedib aldığı 50 funtluq çeki göz yaşlarına və arası kəsilməz etirazlarına baxmayaraq Elizabetə vermişdi. Daha doğrusu, əllərinə dürtmüşdü. O, şəxsi əşyalarına nəzər yetirib qiymətlərini üstünə qoymuşdu. O, həmçinin Charlesa göstərişlərdən ibarət uzun bir siyahı da tutmuşdu. Məsələn,
Çay dəstgahı əmsi qızı Emmaya verilməlidir. Nəfis naxışlarla bəzədilmiş fransız bardaqları Uilyama və sair və ilaxır. Hazırda əlində tutduğu uzunsov zərfə baxırdı. Bükülü sənədi zərfin içindən çıxartdı. Öz vəsiyyətnaməsi idi. Cənab Hopkinson göndərmişdi. Onu artıq bir neçə dəfə oxusa da yenə oxumaq istədi. Vəsiyyətnamə yığcam və aydın yazılmışdı. Sədaqətli xidməti üçün Elizabet Marshalla 50 funt, bacısı ilə dayısı qızının hərəsinə ayrılıqda 500 funt məbləğində nağd pul, yerdə qalanlar isə sevimli bacısı oğlu Charles Ridgewaya çatacaqdı. Mrs. Harter razılıqla başını silkələdi. O, bu dünyadan köçəndən sonra Charles varlı cənablardan birinə çevriləcəkdi. Çörəyi ver çörəkçiyə, birini də artıq. Mədəni, mərifətli oğlandı. Dili də şəkər kimi şirin. Heç kəslə də işi yoxdur. Neysə, halal xoş olsun. Mrs. Harter saata baxdı. Təyin olunmuş vaxta 3 dəqiqə qalmışdı. O artıq hazır idi. Daxilində qəribə sakitlik hökm sürürdü. Buna baxmayaraq ürək döyüntüsü artmışdı. Ürəyi güp-güp buldayırdı. Az qalırdı sinəsini yarıb bayıra çıxsın. Əsəbləri son həddədək gərilmişdi. Saat artıq onun yarısı idi. Radionu açdı. Bəs bu dəfə nə eşidəcəkdi? Diktorun tanış səsi hava haqqında məlumat verəcəkdi. Yoxsa 25 il bundan qabaq vəfat etmiş adamın uzaqlardan dalğalanıb gələn səsini eşidib yenə səksəkəyə düşəcəkdi. Lakin heç nə eşitmədi. Əvəzində başqa şey eşitdi. Başqa səs. Bu isə ona doğmadan doğmaydı. Tanışdan tanış idi. Lakin bu dəfə tanış səs şahmar ilana çevrilib ürəyinə dolandı. Daxilində qəribə tərəddüdlər yaratdı. Qapını elə bil bayır tərəfdən cırmaqladılar. Səs təkrar olundu. Bundan sonra otağa sanki soyuq hava doldu. Otaq soyudu. Mrs. Harter gözləri qızarmış, ağzı köpüklü vəhşi atlar kimi duyğularının şahə qalxdığını gördü. Qorxdu. Nəinki qorxdu, hətta dəhşətə gəldi. Qəfildən beynində bir fikir parladı. 25 il uzun müddətdir. Patrik indi dəyişmiş olar. Dəhşət. Dəhşət onun vücudunu caynağına alıb saxlamışdı. Çiyinləri gərginliyin ağırlığına tab gətirə bilmirdi. Qapının bayır tərəfində yumşaq addım səsləri eşidildi. Bəli, məhz yumşaq, namütənasib, təkəm seyrə eşidilən addım səsləri. Sonra qapı silkələnə açıldı. Mrs. Harter ixtiyarsız olaraq ayağa qalxdı. Sərxoş adamlar təki yerində ləngər vurdu. Gözlərini qapıya dikib intizar içində gözləməyə başladı. Barmaqlarının arasından nəsə sürüşüb buxarıya düşdü. Qışqırığı xırıldayıb boğazında qaldı. Dəhlizin tutqun işığında boy-buxunu ona tanış gələn, saqqallı, bakembartlı bir nəfər dayanıb durmuşdu. Əynində köhnə dəbli palto vardı. Patrik onun arxasınca gəlmişdi. Ahıl xanımın ürəyi sonuncu dəfə çırpınıb, əbədi olaraq sustu və o güppultu ilə yıxılıb yerə sərildi. Elizabet sahibəsinin cəsədini bir saatdan sonra aşkarladı. O dəqiqə zəng vurub doktor Meyneli evə çağırdılar. Charles isə məclisi yarımçıq qoyub özünü evə çatdırdı. Ona da xəbər vermişdilər. Lakin artıq gec idi. Heç nəyin köməyi dəymədi. Elizabet sahibəsinin tapşırığını xatırlayanda üstündən 2 gün keçdi. Doktor Meynel kağızı diqqətlə oxuyub Charles Ridgewaya ötürdü. Qəribə təsadüfdür, dedi. Yəqin qulağına səs gəlib. Elə bilib ki, mərhum ərinin səsini eşidir. Həddən artıq həyəcanlanıb, əsəbləşib və nəticədə vaxt gələndə ürəyi tab gətirməyib partlayıb. Ürəyi partlayıb? Charles soruşdu. Bəli. Cəsədi yarandan sonra nəticə ilə sizi tanış edərəm. Əslində buna ehtiyac da yoxdur. Hər şey gün kimi aydındır. Amma neyniyək? Rəsmiyyətçilikdir, gərək tabe olaq. Charles başını tərpətməklə başa düşdüyünü bildirdi. Növbəti gecənin bir vədəsində evdəkilər şirin yuxuda ikən o, radio cihazının yerləşdiyi mərtəbədən aşağı mərtəbəyə yataq otağına gələn məlum məfdili çıxartdı. Axşam tərəfi hava soyuduğundan Elizabetə otağındakı buxarını yandırmağı tapşırmışdı.
Saqqal və bakembartları buxarının alovuna atıb yandırdı. Mərhum dayısının köhnə paltosunu damdakı kafir qoxulu yeşikdə gizlətdi. Artıq heç nədən qorxusu yox idi. Doktor Meynel deyəndə ki, lazımi şərtlərə əməl olunsa, xalası uzun ömür sürəcəkdi, ağlına qəribə fikir gəldi. Bu fikir hazırda böyük müvəffəqiyyətlə həyata keçmişdi. Doktor Meynel qoca xanımın ölümündən şübhələnmədi. Charles, xalasının istəklisi, təkəbbürlə gülümsündü. Həkim çıxıb gedəndən sonra Charles öz qayğılarını düşündü. O, dəfn mərasimi ilə əlaqədar bir sıra məsələləri həll etməli idi. Uzaqdan gələn qohumlarını qarşılamalı, bəzilərinə isə evdə gecələməyə yer hazırlamalı idi. O, təəhhüdlərini bir-bir yerinə yetirsə də özünü unutmurdu. Düşdüyü vəziyyəti saf-çürük edirdi. Belə ağır işin altından çıxmaq hər adamın hünəri deyildi. Heç kəs, hətta doğmaca xalası belə Charles'ın əsl niyyətindən, necə xatalı işə qoşandığından xəbər tutmamışdı. Ustalıqla malalanmış, qərəzkar fəaliyyəti nəticəsində həbsxana həyatını özünə yaxınlaşdırmışdı. Qorxusu pullalana kimi idi. Pullanandan sonra ifşa olunmaqdan da qorxmurdu. Həyatı, taleyi bu pullara bağlı idi. Xülasə, işlər öz qaydasında gedirdi. Charles özündən razı halda gülümsündü. Şükür ki, bu işə cinayət məcəlləsi düşmür. Demək, heç bir təhlükə yoxdur. Şad xürrəm yaşayacaq. Artıq varlı idi, dövləti başından aşırdı. Elizabeth bu zaman başını qapıdan içəri salıb, cənab Hopkinsonun gəldiyini bildirdi. Charles dərhal ciddi görkəm alıb, sakit addımlarla kitabxana deyilən otağa yollandı. O, kitabxanada mərhum xanımın düz 25 il hüquq məsləhətçisi olmuş qoca cənabı salamladı. Vəkil Charles'ın təklifinə əməl edib əyləşdi. Bir-iki dəfə quru öskürəklə öskürüb boğazını arıtlayandan sonra birbaşa mətləbə keçdi. Açığın deyim ki, cənab Ridgway, məktubunuz məni çaşbaş salıb. Yəqin siz güman edirsiniz ki, mərhumun vəsiyyətnaməsi bizdədir. Charles ona gərgin nəzər saldı. Əlbəttə sizdədir. Bunu mən xalamın özündən eşitmişəm. Elədir. Vəsiyyətnamə bizdə idi. İdi? Bəli. Mrs. Harter yazılı müraciətlə bizdən xahiş etmişdi ki, vəsiyyətnaməni çərşənbə axşamı ona göndərək. Charles'ın canına üşütmə düşdü. Qəlbi çırpındı. Yəqin kağızların arasındadır. Vəkil təsəlli verilmiş kimi dedi. Charles dinmədi. O, Mrs. Harter'in kağızları arasında eşələnmişdi və heç nə tapmamışdı. Birazdan sonra huşu başına gəldi və özünə əl alıb elə-belə də dedi. Səsi özünə yad gəldi. Sanki danışan heç o deyildi. Mrs. Harter'in şəxsi əşyalarını kim yığışdırıb, deyə vəkil soruşdu. Charles Elizabeth'in adını verdi. Cənab Hopkinsonun məsləhəti ilə Elizabeth'in arxasınca adam göndərdilər. Çox çəkmədi ki, Elizabeth içəri girdi. Qamətini şax tutub dayanmış ahıl qulluqçu sualların hamısına qısa və aydın cavab verdi. Sahibəsinin paltarlarını və şəxsi əşyalarını o yığmışdı. Ancaq sənəd zad görməmişdi. Doğrusu görmüşdü. Mərhum xanım öldüyü günün səhəri həmin sənədi əlində tutmuşdu. Sən buna əminsən? Deyə vəkil soruşdu. Bəli, sir. Bunu o özü mənə dedi. Məcbur etdi ki, əlavə olaraq 50 funt götürüm. Vəsiyyətnamə mavi zərfin içində idi. Doğrudur, cənab Hopkinson dedi. Sabahsı səhər tezdən. Elizabeth sözünə davam etdi. Bu mavi zərfi stolun üstündə gördüm. Lakin boş idi. Mən onu yazı masasının üstünə qoymuşam. Doğrudur, mən zərfi orada görmüşəm, Charles dedi. Ayağa durub yazı masasına yaxınlaşdı. Zərfi götürüb cənab Hopkinsona təqdim etdi. Cənab Hopkinson zərfi əlində o yana bu yana çevirib dedi. Bəli, mən çərşənbə axşamı vəsiyyətnaməni bu zərfə qoyub Mrs. Harter'ə göndərmişəm. Hər ikisi gözünü Elizabethə zillədi. Yenə sualınız var, sir? Elizabeth ehtiramla soruşdu. Hələlik yoxdur, təşəkkür edirəm. Elizabeth otaqdan çıxmaq üçün qapıya doğru yönəldi. Bir dəqiqə, vəkil dedi. O axşam otaqdakı buxarı yanırdı? Bəli, sir, yanırdı. Təşəkkür edirəm.
Elizabeth otaqdan çıxdı. Charles yıxılmamaq üçün əllərini masanın qırağına dayadı. Siz bununla nə demək istəyirsiniz? Nəyə işarə vurursunuz? Gəlin ümidimizi itirməyək. Əlbəttə ki, əgər nə? Çox güman ki, xalanız vəsiyyətnaməni məhv etmək məqsədi ilə bizdən alıb. Elizabetə zərər dəyməsin deyə ona düşən məbləği nağd pulla ödəyib. Axı nə üçün? Charles dəlicəsinə qışqırdı. Nə üçün? Cənab Hopkinson öskürdü. Cənab Ridgway, sizin xalanızla heç sözünüz çəp gəlməyib, deyə soruşdu. Charles dedi. Yox, 1000 kərə yox. Bizim münasibətlərimiz əladan da əlaydı. Axıra qədər də belə qaldı, dəyişmədi. Hə, deyib cənab Hopkinson gözlərini ondan yayındırmağa çalışdı. Vəkil ona inanmırdı. Allah bilir bu qoca kaftar nələr etmişdi. Charles'ın əməlləri haqqında gəzən şayələr onun da qulağına çata bilərdi. O da düşünə bilərdi ki, şayələr Mrs. Harter'in qulağına çatmış və nəticədə onların arasında möhkəm dava olmuşdu. Axı bu yalan idi. Charles çox bilmişliyin güdazına getmişdi. Onun yalanlarına inanmışdılar. Həqiqəti söyləyəndə isə inanmadılar. İşin tərsliyinə bax. Əlbəttə, xalası vəsiyyətnaməni yandırmayıb. Əlbəttə. Qəfildən fikirləri daşa dirəndi. Gözlərinin önündə bir mənzərə canlandı. Axıl qadın əli ilə ürəyini tutmuşdu. Nəysə sürüşüb düşdü. Barmaqlarının arasından. Bu kağız idi. Düz alovun üstünə düşdü. Charles'ın sifəti əvazıyıb meyit rəngi aldı. Sonra otaqda öz səsini eşitdi. Kobud, qaba səsini. Əgər vəsiyyətnamə tapılmasa nə olacaq? Mrs. Harter'in 1920-ci il sentyabr tarixli köhnə vəsiyyətnaməsi hələ də sərəncamımızdadır. Bu vəsiyyətnaməyə əsasən Mrs. Harter'in var dövlətinə bacısı qızı Miriam Harter, indiki Miriam Robinson yiyələnir. Bu qoca sarsaq nə deyirdi? Onun ağlı başındaydı. Miriam səy əri ilə, bir də burnu fırtıqlı tifilləri ilə xalasının var dövlətinə yiyələnəcəkdi. Yoxsa əlləşib vuruşduğu Miriamdan ötürüymüş. Böyründəki telefon gözlənilmədən cingildədi. O dəstəyi qaldırdı. Danışan həkim idi. Sən Ridgway, mehribanlıqla dedi. Cəsədi yarıb qutarmışıq. Dedim nəticəsi ilə sən də tanış edim. Elə mən deyən kimidir. Amma sən demə, o daha ağır ürək xəstəliyinə tutulubmuş. Özünü nə qədər qorusaydı da 2 aydan artıq yaşaya bilməzdi. Dedim bunu bilsən pis olmaz, bir növ təsəlli taparsan. Mümkünsə, Charles dedi, sözlərinizi təkrar edin. O 2 aydan artıq yaşaya bilməzdi, deyə həkim səsini ucaltdı. Narahat olmağa dəyməz, əzizim. Charles'ın taqəti kəsildi. Dəstəyi güc-bəla yerinə qoydu. Vəkilin səsi eşidildi. Elə bil hardansa uzaqdan gəlirdi. Əzizim, cənab Ridgway, sizə nə olub? Xəstələnməyibsiz ki? Görüm onların hamısının lənətə gəlsin, məlumlar. Tülkiyə bənzəyən vəkil də, eşeğin dal ayağı, kaftar Meynel də. Əl ayağı hər yerdən üzülmüşdü. Həbsxananın soyuq cansız divarları gözünün önünə gəldi. Elə bil kimsə onu barmağına dolamışdı. Ələ salmışdı. Elə bil kimsə yuxarıdan aşağı ona gülürdü.